Onlar dekabrın 5-də səhər Prezident İlham Əliyevin kortejinə əl eləyib ona şikayətlərini demək istəyiblər. Amma şikayətçiləri 9-cu polis bölməsinə aparıblar, izahat alıb buraxıblar. Polis bölməsindən Azadlıq Radiosuna deyiblər ki, onlar kortejə mane olmaq istəyirdilər. Bugün biz Daxili İşlər Nazirliyinə getmişdik. Biz oradan çıxanda gördük cənab prezident küçə ilə keçir. Ona görə mən məcbur oldum 132-134 nömrəli məktəblə Elmdar İsmayılovla ikimiz cənab prezidenti çağırdıq. Cənab prezident özü də bizi gördü və qışqırdım, mən bəkdən qışqırdım. Bəlkə icra hakimiyyətinin işçiləri də çıxdılar qışqırtıma ki, cənab prezident yoldaşıma bəraət verilməsi üçün mənə kömək edin. Qeyri-qanuni tutulub, faktlar, subutlar, obyektiv heç bir şey araşdırılmayıb. Hüquq mühafizə orqanlarından şikayətçi olan bu vətəndaşlar ilin əvvəlində ağ kəfənə bürünüb Milli Məclisin binası qarşısında etiraz aksiyası keçirmişdilər. Deyirdilər ki, onların şikayətlərini araşdıran yoxdur. Elmdar İsmayılov deyir ki, ona və atasına qarşı haqsızlıq olub. Milli Təhlükəsizlik Nazirinin baş xüsusi təyinatlılarını 5 nəfər Qartal Nəqli Qurumunun əməkdaşı atamla mən bu günə salıblar, atamın ayağını, protezini sındırıblar. Məni də ölümcül şəkildə xəstəxanalıq etmişlər. Təəssüflər olsun ki, 5 dənə spesiyası gülünc olsa belə bir cinayət işlətsinlər ki, atam və mən birləşib 5 dənə spesiyası döymüşük. Birinin kəllə beyin travması, birinin burnunu güya ki sındırmışıq. Bundan əvvəl Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Azadlıq Radiosuna demişdi ki, bu şikayətçiləri dinləyiblər, bəzi şikayətlərin quruma aidiyyəti olmayıb, bəzi hallarda şikayətlər əsassız olub.